İdmançı arvadının saçını qırxdı, söyüşlər söyərək video çəkib sosial şəbəkədə paylaşdı. Tez ol. Tez ol Pervane. Wi-Fi yoktur. Tez sil. Allah'a hamdolsun Wi-Fi yoktur. Tez sil. Wi-Fi yoktur. Daxili İşlər Nazirliyinin məlumatına görə oktyabrın 28-də qadına yaşadığı ünvanda həyat yoldaşı tərəfindən fiziki zorakılıq tətbiq edilməsi ilə bağlı polisə məlumat daxil olub. Əməlli törətməkdə şübhəli bilinən Məmmədov polis əməkdaşları tərəfindən saxlanılıb. Xəsarətlərin dərəcəsini müəyyən etmək üçün müvafiq ekspertiza təyin edilib. Videoda əri ondan sosial hesabında etdikləri paylaşımlarını silməsini istəyir. Son zamanlar xəyanətə və qeyri-etik paylaşımlara, eləcə də digər münaqişə yaradacaq səbəblərə görə ərin arvadı video çəkərək paylaşması halları artıb. Ümumiyyətlə, bu hallarda ər necə davranmalıdır? Belə hərəkətlərə münasibətiniz necədir? Niyə belə halların sayı artır? Fikirlərinizi yazmağı unutmayın.